Gəlmisən? Gəl. Sənə bir dənə 6 sotun içində ev tapmışam ki, 8 otaq 6 sotun içində heç neçəyə. Masazırda Yeni Bakı yaşayış kompleksinin düz yanında. Yola çox yaxın bir məsafədə. Deməli, bax gördüyün birinci mərtəbə qarajdır, 2, 3 yaşayışdır, plus da mansardı var. 6 sotun içərisindədir. Bir dənə ətrafa nəzər salaq, çox genişdir. Bir dənə zəhmət olmasa, elə gəlsən o hissədən evin hər tərəfini göstər. 6 sotun içindədir. Sənət kupçadır. 8 dənə də otağı var. Diqqətlə videoya axıra qədər baxın. Əsas giriş qapısı da budur. Keçək hara? Evin bağ hissəsini göstərəcəm sizə. Getdik bağa. Gəl. Meyvələr yetişib. Gəl bura. Sənə o meyvələrdən də göstərəm. Almalar zatlar hamısı qalıb. Geniş bir dənə bağı var. Bu bağdan sonra mən bir sən hara keçsəm besetkiyə. Yəni sən bağ evi axtarırsansa, sənə Masazırda Yeni Bakının düz yanında. Deməli, 4 saylı məktəbə də yaxındır. Bu həyəti oradadır, qəşəng, bağı buradadır. İndi isə keçək evin besetkasını göstərim. Hava da deyirəm, hava şeydir, soyuqdur. İsti olsaydı tullanıb çimərdik burada. Görsən, qəşəng səliqəli basensi var burada. Burada besetkasıdır. Evin 4 bir tərəfinə keçmək mümkündür. O belə bir besetkası var. Qəşəng səliqəli. Sənədi kupçadır, kupça olmalı. Onsuz bu boyda evin təbii ki kupçası olacaq. Evin 4 tərəfinə keçmək mümkündür. Sağına, soluna ehtiyac yoxdur göstərməyə. Gələn adam olsa yerinə baxacaq. Keçmək mümkündür. Bağa buradan da keçmək mümkündür. Bax, gəl bura. Bax, geniş bağı, bağçası, evi bir tərəfdən də göstər bax belə qəşəng. Super bir dənə evdir. Və o evin giriş qapısı var idi ha. Bir dənə keçək ora. Gəl, bu tərəfə gəl. Bax, evin həyətini bir də belə göstərim. O balaca gördüyünüz yer evin çöldəki hamam ayağı olsudur. Çöldə də var. Bura qarajıdır. Qarajın qapısıdır. Palma ağaclarına bax. Bu ağaclar deyil bunlar. Burada da evin bax sağına, soluna, arxasına hər yerə keçmək üçün yerdir. İndi isə daxil olaq mənim izləyicilərim. İndi isə daxil olaq evin içərisini də göstərim. Siz gəlin alın. Qiymət dəyərlidir. Daxil olmuşuq evin içərisinə doğru. Evimiz deməli 450 kvadratdan ibarətdir. Ümumi 450 kvadrat 8 otaqdır. Bax dəhliz hissəsi buradır. Buradan ikinci mərtəbəyə qalxmaq üçün yoldur. Və bir dənə zəhmət olmasa keçək bu tərəfə. Bax evin bir dənə bura diqqət eləyək. Giriş hissəsinə. Diqqət eləyək. Göstərək buranı da. Buranı göstərdi. İndi isə vaxt itirmədən tam surətlə keçir evin qonaq otağına. Evin qonaq otağında bax belə bir geniş qonaq otağı da var. Əşyalardan bir çoxu qalır, bir çoxu çıxarılır. Onu gəlib ev sahibi ilə təbii ki yerinə razılaşma olacaq. Qiyməti sizi belə deyim maraqda saxlayıram ki, videonun axırında deyim. Qonaq otağını çəkdi. İndi isə surətlə keçirik evin mətbəx hissəsinə. Gəl, mətbəx hissəsinə gəl, göstərək gözəlliyi, genişliyi, səliqəni. Bir dənə belə bir geniş mətbəxi var. Super mətbəx mebeldə yığılıb, pəncərələri hər tərəf qoşadaş, mərtəbə arası beton, monolit, ev 4 bir tərəf kamera sistemi ilə əhatə olunub. İndi isə keçək evin hamam sanuzeli və yataq otaqlarını göstərək. Birinci mərtəbədəki hamam sanuzeli göstərək. Hər biri ayrı-ayrı da göstər burada, zəhmət olmasa. Burada geniş bir dənə. Keç bax, göstər. Yerlər isti döşəmədir. İçəridə vannasına kimi mövcuddur. İndi isə keçək evin yataq otağına. İkinci mərtəbədə olan köməkçi yataq otağıdır. Geniş bir dənə yataq otağıdır. Mebellərlə təchiz olunub. 2 pəncərə düşür bu yataq otağına. İndi isə birinci mərtəbədən, belə deyək də, qaraja düşmək üçün yer var. Oranı da göstərək. Birinci mərtəbə evə daxil olan kimi bu pilləkənlərlə qaraja düşülür. Və indi isə qalxırıq evin ikinci mərtəbəsinə. Üçüncü mərtəbədir. Evin üçüncü mərtəbəsidir. Qalxmışıq üçüncü mərtəbədir. Geniş bir dənə dəhliz qarşılayır. İndiki evlərin qonaq otağı boyda dəhlizdir. Göstərək birlə 1, 2, 3-cü mərtəbənin ara kəsmələrin. İndi isə keçək yataq otaqlarının birində buradadır. Bax, gəl bura, göstərim. Geniş yataq otağıdır. Mərtəbə arası beton monolit. Pilləkənlara kimi beton monolitdir. Yerləri isti döşəmədir. Yəni, bir sözlə də bütün nə var, nə yox, hər şeylə təchiz olunub. Gəl, biraz cəld ol. Burada da yerləşir evin digər yataq otağı. Evin 4 bir tərəfinə pəncərələri var. Arxaya, önə, sağa, sola, qabağa hər tərəfə pəncərəsi var. Burada yerləşir. Hər mərtəbənin özündə də hamam sanuzeli mövcuddur və geniş ölçülərə malikdir. Göstərək zəhmət olmasa ayrı-ayrıdır. Bütün aksesuarlarla təchizdə olunub. Gəl. Bax, bir dənə də belə geniş otaq səbirlə gözləyin evin qiymətini. Çünki bu evə səbir eləməyə dəyər. Yəni, səbirlə gözləyin, axırda qiymət deyəcəm.
Gəl, bir dənə də otaq buradadır. Otaqlar çox genişdir, həddindən artıq genişdir. İndi isə bir dənə panoraması olan balkonu var. Balkonda bütün ürək sözlərimi deyəcəm, qiymətini də deyəcəm. Gəl. Gəl, dayanmışam mənzərəyə baxıram, gəl. Buna bax. Stolsluğu, çayı, qəlyanlı qoydum bura, dincəlirsən də özün üçün. Qarşısı tam açıq, evlər heç biri iç-içə baxmır. Həyətini bir daha üstdən də göstərək. Bir dənə həyəti var ki, gəl görəsən, buna bax. Qəşəng səliqəli. İndi isə mənim dəyərli və əziz izləyicilərim, qoy keçin buradan. Bax. Hoppa. Mənim dəyərli və əziz izləyicilərim, qiymət heç neçə 250 min manata 450 kvadrat 6 sotun içində deyil. 8 dənə də otaq. Nə istəyirsən başqa? Gəlin, danışaq, yerində də razılaşaq. Dediyim kimi, Masazırda Yeni Bakının düz yanındadır. Sağ ol.